Salam aziz dostlar. Bugün sizin için adi bir gün değil. Ulduzlar sessiz qalmır. Onlar sizin əhvalınızı, qərarlarınızı və gözlənilməz hadisələri belə yavaş-yavaş formalaşdırır. Bəzən hər şey rahat gedir. Bəzən isə kiçik sınaqlar ortaya çıxır. Amma hər an sizi yeni bir mərhələyə aparır. Bugün eşitmək istədiyiniz sözlərdə, qaçmağa çalışdığınız həqiqətlərdə qarşınıza çıxa bilər. Hazır olun, bugün sıradan deyil. Qoç burcu. Qoç burcu üçün bugün gözlənilməz hadisələrlə dolu ola bilər. Səhər saatlarında iş yerində və ya gündəlik işlərdə bəzi anlaşılmazlıqlar yarana bilər. Kimsə sizi səhv başa düşə və ya səbrinizi sınaya bilər. Ancaq emosiyalarınıza nəzarət etsəniz, vəziyyətdə öz xeyrinizə dəyişə bilərsiniz. Maddi məsələlərdə ehtiyatlı olmaq lazımdır. Bugün ürəyiniz istəyən hər şeyi almağa tələsməyin. Lazımsız xərclər yaxın günlərdə peşmançılıq yarada bilər. Bununla bağlı qərarlarınızı sakit şəkildə vermək daha faydalı olacaq. Ailə mühitində isə xoş dəyişikliklər görünür. Yaxınlarınız sizə dəstək verməyə hazırdırlar. Son zamanlar danışılmamış mövzular varsa, onları müzakirə etmək üçün uyğun gündür. Səmimi söhbət münasibətləri daha da möhkəmləndirə bilər. Sevgi həyatında maraqlı anlar gözlənir. Sevdiyiniz insanın hisslərinə şübhə etməyin. Bugün alacağınız bir xəbər və ya görəcəyiniz bir davranış ürəyinizdəki sualları cavablandıra bilər. Tək olan qoçlar üçün isə yeni tanışlıq ehtimali yüksəkdir. Günün ikinci yarısında yorğunluq hiss edə bilərsiniz. Son günlərin gərginliyi özünü göstərə bilər. Özünüzə biraz vaxt ayırın. Qısa gəzinti və ya xoş söhbət sizə yaxşı təsir edəcək. Axşam saatları isə günün ən gözəl hissəsi olacaq. Sevdiyiniz insanla keçirəcəyiniz vaxt sizə rahatlıq və sevinç gətirəcək. Bugün yaşanan bəzi anlar uzun müddət yaddaşınızda qalacaq və ürəyinizi xoş hisslərlə dolduracaq. Boğa burcu. Boğa burcu üçün bugün ürəyə yaxın hadisələr və xoş hisslərlə yadda qala bilər. Səhərdən etibarən özünüzü daha yüngül və rahat hiss edə bilərsiniz. Son günlər sizi narahat edən məsələlər hələ tam həll olunmasa da, onlara fərqli gözlə baxmağa başlayacaqsınız. İş və maliyyə sahəsində diqqətli olmaq lazımdır. Bazı gözlənilən gəlirlər, gecikə və ya əlavə xərclər ortaya çıxa bilər. Xüsusilə bizneslə məşğul olanlar inkişaf üçün əlavə vəsait sərf etməli ola bilərlər. Bugün edilən xərclər gələcəkdə daha böyük qazanc gətirə bilər. Ailə həyatı isə sevindirici anlarla zəngin görünür. Uşaqları olan boğalar onların uğurları ilə fəxr edə bilərlər. Eşidəcəyiniz xoş xəbər və ya əldə edilən nailiyyət sizi çox sevindirəcək. Yaxınlarınızın dəstəyi sizə güc verəcək. Sevgi həyatında da gözəl anlar gözlənilir. Sevdiyiniz insanın diqqəti və qayğısı ürəyinizi isidəcək. Gözlənilməz bir mesaj və ya görüş gününüzü daha da rəngləndirə bilər. Tənha olan boğalar isə onlara maraq göstərən bir insanı fərq edə bilərlər. Bugün sizin ən güclü silahınız təbəssüm olacaq. Ətrafınızdakı insanlar enerjinizi hiss edəcək və sizinlə ünsiyyətdən zövq alacaqlar. Özünüzə də vaxt ayırın, biraz dincəlin və ruhunuzu yoran düşüncələri kənara qoyun. Axşam saatlarında ailənizlə birlikdə keçirdiyiniz vaxt sizə xüsusi rahatlıq gətirəcək. Günün sonunda anlayacaqsınız ki, insanın ən böyük sərvəti onu sevən və dəstəkləyən insanlardır. Əkizlər burcu. Əkizlər burcu üçün bugün maraqlı hadisələr və gözlənilməz qarşılaşmalar gətirə bilər. Səhər hər şey adi görünsə də gün ərzində bəzi hadisələr sizə insanların həqiqi niyyətlərini göstərəcək. Daxili hissləriniz çox güclü olacaq və kimin səmimi, kimin isə başqa məqsəd gütdüyünü asanlıqla anlayacaqsınız. İş və maliyyə məsələlərində diqqətli olmaq vacibdir. Xüsusilə şəxsi əşyalarınızı nəzarətsiz qoymayın. Kiçik saxlankarlıq sonradan narahatlıq yarada bilər. Bugün etibar və ehtiyat arasında düzgün tarazlıq qurmaq lazımdır. Qohumlarla və yaxın insanlarla bağlı xoş xəbərlər almaq mümkündür. Gözlənilməz zəng və ya görüş əhvalınızı yüksəldəcək. Ailə məclislərində diqqət mərkəzində ola bilərsiniz. İnsanlar sizin enerjinizdən və ünsiyyət bacarığınızdan zövq alacaqlar. Sevgi həyatında isə duyğular daha güclü hiss olunacaq. Sevdiyiniz insanla söhbət münasibətlərinizə yeni rəng qata bilər.
Bəzi əgizlər uzun müddətdir gizlətdikləri hisslərini dilə gətirmək istəyəcəklər. Lakin emosiyalarla deyil, düşüncə ilə hərəkət etmək daha doğru olacaq. Bugün özünüz haqqınızda düşünmək üçün yaxşı fürsətdir. Son zamanlar etdiyiniz səhvləri görmək və onları düzəltmək istəyi yarana bilər. Bu zəiflik deyil, əksinə yetkinlik əlamətidir. Axşam saatlarında sakitlik və tək qalmaq arzusu hiss edə bilərsiniz. Həyatınızı nəzərdən keçirərkən vacib bir nəticəyə gələcəksiniz. İnsanın uğuru da, maneələri də çox vaxt öz qərarlarından asılı olur. Bu anlayış sizə gələcək addımlarınızda böyük kömək edəcək. Xərçəng burcu. Xərçəng burcu üçün bu gün sakit görünsə də, daxilınızda mühüm düşüncələr və hisslər oyana bilər. Ev və ailə ilə bağlı bəzi narahatlıqlar diqqətinizi çəkəcək. Lakin problemləri böyütmək əvəzinə onları addım-addım həll etməyə çalışmaq daha doğru olacaq. Maddi sahədə müsbət dəyişikliklər mümkündür. Uzun müddətdir qənaət etməyə düşünürdünüzsə, bugün bunun üçün yaxşı başlanğıc edə bilərsiniz. Pulunuzu daha ağıllı idarə etmək gələcəkdə sizə rahatlıq gətirəcək. Kiçik qənaətlər belə sonradan böyük fayda verə bilər. İş həyatında isə insanlar sizin fikirlərinizə daha çox diqqət yetirəcəklər. Ünsiyyət bacarığınız və insanlarla dil tapmaq qabiliyyətiniz sizə üstünlük qazandıracaq. Qarşınıza çıxan kiçik imkanları dəyərləndirin, çünki gələcək uğurların təməli məhz bu gün qoyula bilər. Sevgi həyatında isə bəzi anlaşılmazlıqlar mümkündür. Hisslərinizi bölüşmək istəsənizsə, qarşı tərəfdən gözlədiyiniz reaksiyanı almaya bilərsiniz. Buna görə tələsik nəticələr çıxarmaq doğru olmaz. Hər kəsin öz daxilində həll etməyə çalışdığı problemləri var. Bugün xarici görünüşünüzə diqqət yetirmək üçün də münasib zamandır. Yeni geyim və ya kiçik dəyişikliklər sizə özünüzü daha yaxşı hiss etdirəcək. Ətrafınızdakı insanlar da bunu hiss edəcəklər. Axşam saatlarında ailə daxilində kiçik gərginlik yarana bilər. Ancaq səbirli və anlayışlı davransanız, hər şey tezliklə yoluna düşəcək. Bugün sizə bir həqiqətdə xatırladacaq. Bazen ən böyük güc sakit qalmağa bacarmaqdır. Şir burcu. Bugün siz üçün ehtiyat və düşüncə ön plandadır. Ani qərarlar, xüsusilə ailə və uşaqlarla bağlı məsələlərdə sonradan problem yarada bilər. Ona görə də tələsmədən hər şeyi diqqətlə ölçüb biçmək vacibdir. Maddi sahədə riskli addımlardan uzaq durmaq məsləhətdir. Xüsusilə investisiya və ya tez qazanc vəd edən işlərdə itki ehtimalı var. Bugün gözləmək və vəziyyəti analiz etmək daha düzgün seçim olacaq. İş mühitində biraz gərginlik ola bilər. Rəhbərlərlə və ya yüksək vəzifəli insanlarla ünsiyyətdə diqqətli olun. Hər sözü açıq şəkildə demək və ya şəxsi həyatı iş mühitinə qarışdırmaq məsləhət deyil. Şəxsi həyatda isə gözlənilməz hisslər ortaya çıxa bilər. İçinizdə yeni emosiyalar oyana bilər və bu sizi düşündürəcək. Hisslərinizi başa düşməyə çalışmaq bugün daha vacibdir. Sevgi həyatında xoş xəbərlər mümkündür. Həyat yoldaşınızla və ya sevdiyiniz insanla bağlı sevindirici bir xəbər eşidə bilərsiniz. Bu, münasibətlərinizə müsbət təsir göstərəcək. Bugün xarici görünüşünüzə diqqət yetirmək üçün də yaxşı zamandır. Kiçik dəyişikliklər belə sizə inam verəcək və diqqət çəkəcək. Günün sonunda anlayacaqsınız ki, əsl güc tələskənlikdə deyil, özünü idarə edə bilməkdədir. Qız burcu. Qız burcu üçün bugün sakitlik və nizam-intizam ön plandadır. Səhərdən etibarən daha diqqətli və analitik düşüncə tərzi hiss olunacaq. Tələsmədən atılan addımlar bugün daha uğurlu nəticə verəcək. Sağlamlıq baxımından bədəninizin siqnallarına diqqət yetirin. Qidalanma rejimini qorumaq və yüngül yeməklərə üstünlük vermək sizə yaxşı təsir edəcək. Stressdən uzaq durmaq və istirahət etmək vacibdir. İş həyatında müsbət dəyişikliklər mümkündür. Fikirləriniz daha çox qəbul olunacaq və işlər daha asan irəliləyəcək. Kiçik uğurlar gələcək böyük nəticələrin əsasını qoya bilər. Ailə və yaxınlarla münasibətlər sizə rahatlıq gətirəcək. Uşaqlarla vaxt keçirmək ruhən sizi gücləndirəcək. Onların sadəliyi və səmimiyyəti əhvalınızı yaxşılaşdıracaq.
Sevgi həyatında isə biraz qarışıqlıq ola bilər. Tələsik qərarlar vermək məsləhət deyil. Açıq və sakit ünsiyyət bir çox şeyi aydınlaşdıra bilər. Hissləri başa düşməyə çalışmaq daha vacibdir. Günün sonunda özünüzü daha sakit və balanslı hiss edəcəksiniz. Bu gün sizə göstərir ki, ən böyük uğur bəzən daxili rahatlığı qorumaqdır. Tərəzi burcu. Bugün sizin üçün dəyişikliklərin başladığı bir gündür. Uzun müddətdir sizi narahat edən bir məsələ yavaş-yavaş yüngülləşə bilər. Özünüzü daha rahat və sakit hiss edəcəksiniz. Sanki üzərinizdən bir yük götürülür. Pul mövzusunda maraqlı hadisələr ola bilər. Əvvəllər etdiyiniz kiçik bir addım və ya unudulmuş bir imkan bugün sizə qazanc gətirə bilər. Gözlənilməz bir gəlir və ya geri qaytarılan pul sizi sevindirə bilər. Ətrafınızdakı insanlarla ünsiyyət artacaq. Yeni tanışlıqlar və dəvətlər ola bilər. Bu görüşlərdə sizin üçün faydalı ola biləcək insanlar ilə rastlaşmaq ehtimali yüksəkdir. Sevgi həyatında isə daha maraqlı və canlı bir dövr başlayır. Sevdiyiniz insanla münasibət daha isti və yaxın ola bilər. Kiçik diqqətlər böyük hisslər yarada bilər. Əgər təkdirsinizsə, gözlənilməz bir tanışlıq diqqətinizi çəkə bilər. İş həyatında isə diqqətli və sakit olmaq vacibdir. Tələsik qərarlar verməyin. Bugün gördüyünüz işlər gələcəkdə sizin üçün yaxşı nəticələr gətirə bilər. Kiminsə sözləri sizi çaşdıra bilər, amma öz fikrinizə güvənin. Günün sonunda sizə xoş bir sürpriz edilə bilər. Bu, yaxın bir insanın kiçik bir jesti və ya gözlənilməz bir davranış ola bilər. Əqrəb burcu. Bugün sizin üçün yenilənmə və düşünmə günüdür. Keçmişdə olan bəzi şeyləri yenidən qiymətləndirə bilərsiniz və yenidən başlaya bilirəmmi sualı ortaya çıxa bilər. Cavab budur, bəli. Bugün bunun üçün uyğundur. İş həyatında daha sakit və sabit bir enerji var. Komanda işi uğurlu olacaq və birlikdə edilən işlər daha tez nəticə verə bilər. Xüsusilə yaradıcı layihələrdə irəliləyiş mümkündür, amma tələsmək lazım deyil. Bəzi məsələlərə daha sakit və düşünərək yanaşmaq sizə daha yaxşı nəticə verəcək. Daxili hisslərinizə güvənin. Ətrafınızdakı insanlarla münasibətlərdə bugün önəmlidir. Bəzi insanlar sizə özlərini fərqli göstərə bilər. Bu vəziyyət sizə kiminsə əsl niyyətini anlamaq imkanı verəcək. Sevgi həyatında isə isti və xoş bir enerji var. Sevdiyiniz insanla münasibət daha yaxın ola bilər. Kiçik diqqətlər böyük sevinç yarada bilər. Əgər təkdirsinizsə, yeni bir yaxınlaşma mümkündür. Bugün vaxtınızı boş şeylərə, telefon və ya televizora çox sərf etməyin. Real həyatda sizi gözləyən imkanlara diqqət edin. Günün sonunda xoş bir xəbər və ya yaxşı dəyişikliklər sizi sevindirə bilər. Oxatan burcu. Bugün sizin üçün sakit qalmaq və lazımsız mübahisələrdən uzaq durmaq günüdür. Kimləsə mübahisə etməzdən əvvəl düşünün, bunda nə qazanıram? Çox vaxt cavab heç nə olur, amma əsəb itirirsiniz. Maliyyə baxımından yaxşı xəbər ola bilər. Əgər kimdənsə uzun müddət əvvəl verdiyiniz pulu gözləyirsinizsə, bugün onun geri qayıtması mümkündür. Bu sizi sevindirəcək. Ailə mühiti çox isti və mehriban olacaq. Görüşlər, ailə tədbirləri və vacib mərasimlər üçün yaxşı gündür. Evdə harmoniya və anlayış artır. Sevgi həyatında isə çox gözəl enerji var. Yaxın insanlarla münasibət daha da güclənə bilər. Kiçik diqqətlər böyük hisslər yaradır. Əgər münasibətdəsinizsə, bugün sevginiz daha dərin ola bilər. Yaradıcı tərəfinizdə bugün diqqət çəkəcək. Gördüyünüz işlər insanlar tərəfindən bəyənilə bilər və hətta gözlənilməz mükafatlar gətirə bilər. Amma vaxt məsələsi biraz çətin ola bilər. Gün ərzində çox iş olsa da hər şeyə çatmaq çətin görünə bilər. Günün sonunda isə özünüzü daha rahat və xoşbəxt hiss edəcəksiniz. Oğlaq burcu. Bugün sizin üçün səbir və anlayış günü ola bilər. Ətrafınızdakı insanlarla münasibətlərdə biraz gərginlik hiss oluna bilər, amma bu vəziyyət sizə mühüm dərslər verə bilər. Ailə və yaxınlarla ünsiyyətdə diqqətli olun. Kiçik sözlər belə anlaşılmazlığa səbəb ola bilər. Sakit qalmaq və tələsmədən cavab vermək ən yaxşı yoldur. Bugün intuisiya çox güclüdür. Çox düşünmədən belə düzgün qərarlar verə bilirsiniz.
Öz hisslərinizə güvənin. İş yerində isə gün daha sabit keçəcək. Tapşırıqlar asanlıqla yerinə yetiriləcək və komanda işi faydalı olacaq. Mübahisələrdən uzaq durmaq daha yaxşıdır. Maliyyə baxımından müsbət dəyişikliklər mümkündür. Keçmişdə etdiyiniz kiçik addımlar bugün sizə qazanc gətirə bilər. Sevgi həyatında isə istilik artır. Əgər münasibətdəsinizsə, emosional yaxınlıq güclənəcək. Kiçik diqqətlər münasibəti daha da möhkəmləndirəcək. Tək olanlar üçün yeni yaxınlaşma ehtimalı var. Günün sonunda daha sakit və rahat hiss edəcəksiniz. Dolça burcu. Bugün sizin üçün sağlamlığa diqqət günü ola bilər. Bədən sizə kiçik siqnallar verə bilər. Ona görə də özünüzü yormayın və istirahata vaxt ayırın. Maliyyə baxımından isə ehtiyatlı olmaq lazımdır. Yaxın insanla birlikdə böyük alış-veriş etmək istəyi yarana bilər. Amma bu sonradan büdcətə təsir edə bilər. İş həyatında bəzi anlaşılmazlıqlar ola bilər. Sakit qalmaq və tələsməmək ən yaxşı seçimdir. Hər şeyi tək başına həll etməyə çalışa bilərsiniz. İnsanlar sizə yeni ideyalar və ümidlər verə bilər, amma nəticə sizin öz hərəkətinizdən asılıdır. Sadəcə sözlərə güvənmək kifayət deyil. Sevgi həyatında diqqətli olun. Görüşlərdə xarici görünüş və davranış önəmli olacaq. Kiçik səhvlər belə anlaşılmazlıq yarada bilər, amma səmimiyyət hər şeyi düzəldə bilər. Yaşlı insanlar və ya təcrübəli şəxslər üçün köhnə dostlarla görüşmək xoş keçə bilər. Bu şəxsi xatirələri yenidən canlandıra bilər. Günün sonunda biraz yorğun, amma daha şuurlu və təcrübəli hiss edəcəksiniz. Balıq burcu. Bugün sizin üçün rahatlıq və istilik günü ola bilər. Hər şey daha asan görünəcək, xüsusilə sevgi və yaxın münasibətlərdə. Sevgi həyatında daha dərin söhbətlər ola bilər, amma tələsməmək vacibdir. Qararları sakit və düşünərək vermək daha yaxşıdır. İşdə böyük dəyişikliklər olmasa da, kiçik imkanlar ortaya çıxa bilər. Sadə görünən bir təklif sonradan faydalı ola bilər. Maliyyə baxımından ehtiyatlı olmaq lazımdır. Əgər əvvəlki dövrdə artıq xərclər olubsa, indi onlara nəzarətə almaq vaxtıdır. Ailə mühitində isə kiçik anlaşılmazlıqlar ola bilər. Ona görə sakit qalmaq və mübahisələrdən uzaq durmaq yaxşıdır. Yaradıcı insanlar üçün isə uğurlu bir gündür. Əməkləriniz diqqət çəkə bilər və qiymətləndirila bilər. Sağlamlıq baxımından isə daha çox istirahata ehtiyac var. Yuxu və qısa gəzintilər sizə yaxşı təsir edəcək. Günün sonunda isə yaxın bir insandan xoş söz və ya kiçik bir diqqət sizi çox sevindirə bilər. Əzizlər, bugün çox şey hiss edəcəksiniz. Bəzi hadisələr sizi düşündürəcək, bəziləri isə daxilinizdə yeni güc oyadacaq. Hər dəyişiklik, hər kiçik işarə sizi doğru istiqamata aparır. Unutmayın, hər şey bir anda dəyişmir, amma hər gün sizi dəyişdirir. Ən vacibi özünüzü güvənmək və daxili səsinizi dinləməkdir. Sabah isə yeni imkanlarla gəlir.